Mən Abu Dhabi'də kimin döyüşü? Tahir Abdullayev. Ha, ciddi olarak döyüşüm. Mənə cərəqim yoxdur. Rüfətlincə, Amerikaya girir, Afrikaya girir, Çilə girir. Amma Abu Dhabi'yə girir. Abu Dhabi'yə nə vaxt girir? İyun ayında. Çöldən 76 dərəcədə isti var da. Çölə çıxsam canın ağrıyır var. Getdik döyüşü orada ne Eğit Arena idi, hə? Çölətmara. Girişdə çox böyük monitorlar var və Adidas olan sponsordur. Və mən çox fəxr elədim ki, 3 dünya idmançısı var idi Adidas'ın siması olan. Biri Rafael. Və bu mənim üçün bu belə qəribə bir hissdir. Onu sizə izah edə bilmərəm çünki Rafael'lə mənim münasibətim var, salam üçün var, amma dost qardaş deyiləm da. Yəni biz səndən daha yaxınam. Amma o mənə o qədər ləzzət elədi bir millətkar olaraq. Çünki birinci Adidas olmaq istədim. Heç olmasa Rafael olmaq istədim. Yəni ki, bunu bütün gənclər istəyir. İndi biz biraz daha o Eğit Arena'nın o sahibkar olmaq kafasını gətiririk. İndi biz idmançı deyilik. Sahibkar olmaq istəyənlər yok, sözsüz ki var, sağ olsunlar ki bu da var. Yəni onu demək istəyirəm, mərtəbə. Yəni Rafael Həcəti birinci medalında bırxa bilərdi, yeri gəldi, müəyyən bir maddiyyat əldir. Amma budur, tam da budur. Sonraki etapları məncə çox düzgün və bəyanın dediyi kimi yeni bir həyəcanla, indi bu Amerika söhbətə başlayandan mən daha belə az yoruluram, az yatıram və s. Sözsüz ki çətin olacaq, bəlkə də olmayacaq, bəlkə də tutmayacaq, amma dediyim kimi də itirəcəyimiz şey əgər bizim qazandıqlarımızla bağlı bir şeydirsə, o içində. Amma Bir də sənin söhbətinə əlavə edelim Saxara. Ora Adidas'ın direktoru yaxınlaşdı. Mən canlıya çıxdım Rafael'lə. Rafael dedim ki, Rafael sənin burada video çəkimiz var. Onu gördük, gördüğün şok yaşamışdı. Şokduydu ki, bu Rafael'e necə şokduysan, yəni Nəyəcəm Rafael? Acayip, valla şok açmışdı ki, sən de şəkilə baxırıq bizdə, sən de Rafael'lə, heç onun kontaktı şeylə yox idi. Yəni gör necə onlar ona, Rafael'lə necə global baxırlar. Biz də fəxr edirik bizim hacımızla, bizim Rafael'imizlə. Bizə düşən odur, inşallah ki, yaxşı olacaq.